Zəngəzurda erməni hərbçiləri Azərbaycanlılar yoxlayır. Zəngəzur dəhlizi region üçün faydalı olacaq. Papuaşvili. Azərbaycan Ukraynaya hansı Su-22'ləri verir? Absurd iddia. Hacıyev bu sözləri ermənilərə çatdırmağımı istədi. Ramiz Mehdiyev Ermənistanla necə əlaqə saxlayırmış? Ukrayna üçün ən qorxulu qış yaxınlaşır. Gerasimovun yalanı. Əskərlər Kupyanskda məhv edildi. Zəngəzurda mövqelərə qalxan erməni hərbçiləri bəzi postlarda Azərbaycanlılar tərəfindən yoxlanılır. Bunu Ermənistanın Hayakve Birliyinin şura üzvü erməni siyasi xadim Avetik Keropyan deyib. Faktlar var, həmin mövqelərin yerlərini də bilirəm. Bizim əskərlər Azərbaycan ordusunun nümayəndələri tərəfindən yoxlanıldıqdan sonra postlara buraxılırlar. Azərbaycanlılar 2 günlük ərzaqdan və 2 daraqdan artıq sursat keçirməyə icazə vermirlər. Növbəni əvəz edəcək əskər gələnə qədər həmin mövqedə duranları buraxmırlar. Təkrar edirəm, Ermənistan silahlı qüvvələrinin nəzarətində olan döyüş mövqelərində Azərbaycanlılar erməni əskərlərini yoxlayır və yalnız bundan sonra yuxarı qalxmağa icazə verirlər. Həmin uşaqları girov kimi saxlayırlar, Keropyan bildirib. Onun sözlərinə görə həm Ermənistan Müdafiə Nazirliyi, həm də Baş Qərargah məsələdən çox yaxşı xəbərdardır. Söhbət Zəngəzur vilayətindəki Qaragöl ərazisində Ermənistanın nəzarətində olan mövqelərdən gedir. Üzücüdür, amma döyüş başlasa bizim uşaqlar əsir düşəcək, ya da daha pis olacaq. Orada bizim hərbçilər alçaldıcı vəziyyətdən keçir və bu barədə Müdafiə Nazirliyi bilir. Azərbaycanlılar əskərlərimizi hətta ciblərinə dək yoxlayırlar, deyə Keropyan vurğulayıb. Zəngəzur dəhlizi layihəsi bütün bölgə üçün faydalı olacaq. Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərin Zəngəzur dəhlizinin açılmasından sonra Gürcüstanın orta dəhlizdə funksiyalarını itirib-itirməyəcəyi ilə bağlı sualına cavabında deyib. Şalva Papuaşvili bildirib ki, Gürcüstan Zəngəzur dəhlizi təşəbbüsünü alqışlayır. Azərbaycanla Ermənistan arasında sülh sazişi bütövlükdə bölgə üçün yeni perspektivlər açır və bu, yalnız nəqliyyat dəhlizinin funksiyası ilə bağlı deyil. Bu, daşıyıcılara daha yaxşı şərtlərin təklif olunması baxımından vacibdir və rəqabət buna daha əlverişli zəmin yaradır. Digər tərəfdən, bu, regionun sabitliyinin göstəricisidir. Sabitlik həm dəhliz ətrafında infrastruktur təminatına, həm də bölgədə müxtəlif sahələrə investisiyaları artıracaq. Erməni mediası Azərbaycanın güya Ukraynaya silah göndərməsi ilə bağlı təbliğatını genişləndirərək, bu dəfə Britaniyanın Daily Expressdə dərc olunan Putin üçün fəlakət, yaxın müttəfiqi qırıcı təyyarələri Ukraynaya sataraq Rusiyadan qisas alır başlıqlı yazıya istinad edib. Məqalədə iddia olunur ki, Azərbaycan Ukraynaya gizli logistika zənciri ilə Su-22 qırıcıları və qaz göndərir. Bu iddialar tam əsassızdır, çünki Azərbaycanın arsenalında heç vaxt Su-22 olmayıb. Azərbaycan hava hücumu qüvvələrində El-39, MiG-21, MiG-29, Su-24, Su-25 müxtəlif helikopterlər və PUAlar mövcuddur. Son illərsə Pakistan istehsalı JF-17C qırıcıları, Super Muşşaq təlim təyyarələri və İtaliyadan alınan C-27J Spartan nəqliyyat təyyarəsi inventara daxil edilib. Hərbi ekspert Üzeyir Cəfərov da bildirib ki, Azərbaycan Ukraynaya Su-22 verə bilməz, çünki belə təyyarə orduda yoxdur və ölkə Ukraynaya yalnız humanitar yardım edib. Onun sözlərinə görə bu cür dezinformasiyalar Azərbaycana qarşı aparılan təbliğatın növbəti dalğasıdır. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan ictimaiyyətinə müharibənin Azərbaycan üçün bitdiyini çatdırmağımı istədi. Bunu Ermənistan nümayəndə heyətinin üzvü Arek Koçinyan Hikmət Hacıyevlə Bakıda keçirilən görüş barədə danışarkən deyib. Hacıyev vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi artıq Azərbaycan üçün mövcud deyil. O bitib. Onlar müharibəsiz, sülh vəziyyətinə əsaslanan bir dünya qurmaq, Ermənistanla hərtərəfli və uzun müddətli sülhə can atmaq istəyirlər. Bu da Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası olmayacağı deməkdir. O bildirib. Qeyd edək ki, 21-22 noyabr tarixlərində sülh körpüsü təşəbbüsü çərçivəsində Ermənistan Vətəndaş Cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub.
Milli Məclisin sabiq deputatı, sabiq Təhsil naziri Firidun Cəlilov Ramiz Mehdiyevin ermənilərlə əlaqələri və onun fəaliyyəti barədə sərt açıqlamalar verib. O, bu barədə OTV Azərbaycan YouTube kanalında yayımlanan müsahibəsində bildirib. Firidun Cəlilov Ramiz Mehdiyevin təkcə Rusiyanın adamı və Moskvaya işləyən biri kimi təqdim edilməsinin doğru olmadığını bildirib. O qeyd edib ki, Mehdiyevin Sovet İttifaqı dövründən Ermənistanla və ermənilərlə əlaqələri yüksək olub. Ramiz Mehdiyevin həyat yoldaşı ermənidir və bu onun ermənilərlə əlaqələrinin mənbəyi idi. Müstəqillik dövründə isə Mehdiyevin ermənilərlə əlaqələri əsasən Rusiya üzərindən qurulurdu. Sabiq nazir həmçinin Ramiz Mehdiyevin Azərbaycan xalqına və dövlətinə qarşı etdiyi xəyanətləri vurğulayaraq bu məsələnin hərtərəfli araşdırılmasının vacib olduğunu bildirib. Ramiz Mehdiyevin əmlakı əlindən alınmalı, o həbs olunmalıdır. Onun Azərbaycan elminə, mədəniyyətinə və dövlətçiliyinə vurduğu ağır zərbələr gün üzünə çıxarılmalıdır. Mehdiyev heç vaxt xalqımıza və dövlətimizə olan nifrətini gizlətməyib. Firidun Cəlilov əlavə edib ki, Ramiz Mehdiyevin birbaşa göstərişi ilə müstəqillik aktına imza atan millət vəkillərinə qarşı divan tutulub. Ramiz Mehdiyev öz fəaliyyəti ilə ölkə üçün fəlakət ocağına çevrilib. Onun nəzarətində olan bütün işlərin icrasında inkişaf olmayıb. Çünki o, Ermənistanın göstərişlərini icra edirdi. İstintaq onun Ermənistanla əlaqələrini də diqqətlə araşdırmalıdır. Ukrayna üçün qarşıdan gələn qış 2022-ci ildə müharibə başlayandan bəri ən soyuq və ən şiddətli olacaq. Bu barədə Guardian qəzeti məlumat yayıb. Qeyd olunub ki, Ukraynada elektrik kəsintiləri təkcə ucqar kəndlərdə deyil, həm də paytaxtda gündəlik həyatın bir hissəsinə çevrilib. Oxşar vəziyyət Ukraynanın bir çox böyük şəhərində də yaranıb. Məsələn, Çernigovda gündə 14 saat elektrik enerjisi kəsilir. Elektrik kəsintiləri əhali arasında narazılığı artırır. Buna hökumətdəki son korrupsiya qalmaqalı da təkan verir. Ukraynada noyabrın əvvəlində hakimiyyət orqanları enerji infrastrukturuna daha çox ziyan dəydiyini elan etdikdən sonra kütləvi elektrik kəsintiləri başladı. O vaxtdan bəri daha çox ziyan qeydə alınıb və elektrik kəsintiləri qrafiki ölkənin əksər hissələrində uzadılıb. Bəzi ərazilərdə gündə 8-16 saat işıq olmaya bilər. Rusiyanın 26 hərbçisi Kupianskda mühasirəyə düşərək məhv edilib. Bu barədə Rusiyanın Kremlyovskaya Tabakerka Telegram kanalı Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb. Məlumata görə hadisə Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovun Kupianskın tamamilə ələ keçirilməsi barədə Prezident Vladimir Putinə məruzəsindən sonra baş verib. Bir neçə qrup halında hərəkət edən əskərlər şəhərdə artıq düşmən qalmadığını düşünərək lazımi təhlükəsizlik tədbirlərini görmədilər və pusuya düşdülər. 26 nəfər öldürüldü. Məlumatda qeyd olunub.